Hər ikisi salam. Kimyəvi reaksiyanın sürəti kimyəvi tarazlıq bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlara yeni əlavə olunmuş 11-ci sualın izahına baxaq. Həcmi 2 litr olan qabda 5 saniyə ərzində saxaroza məhlulunun turş mühitdə hidrolizindən 90 qram qlikoza alınmışdır. Saxarozanın hidroliz tənliyini yazın, hidroliz sürətini hesablayın. İlk olaraq hidroliz tənliyini yazın. Demək, saxaroza formulu C12H22O11. Hidroliz edir, yəni üzərinə su gəlir, alınır. Alfa glikoza, yəni C12H, daha doğrusu C6 H12O6 və beta fruktoza. Bunların hər ikisində formulu eynidir. Birinci bizdən hidroliz tənliyini istəyirdi, onu yazdıq. Daha sonra deyir ki, hidroliz sürətini hesablayın. Bizə şərtdə nələr verilib? Həcm verilib 2 litr. Zaman verilib 5 saniyə. Bir də 90 qram glikoza verilib. Biz sürət düsturunu bu düstura əsasən gedəcəyik. Nü bölünsün V vurulsun T. Nünün də yerinə nə yazacaq? M bölünsün MR vurulsun V vurulsun T. Və verilənləri yerinə yazaq. M nə qədərdir? 90. Söhbət glikozadan gedir. Glikozanın MR-i, yəni C6H12O6-nı hesablasaq MR-i edir 180. V2, T-də 5. Və buradan hidroliz sürətimiz V bərabər olacaq 0,5-ə.